Möhtərəm müsəlman, Allah Resulü Aleyhisselatü Vesselam'ın çox möhtəşəm və rəhmət dolu bir hədisini səninlə paylaşıram. Allah Resulü Aleyhisselatü Vesselam İmam Buxarinin öz səhiyində, həmsinin Sünan sahiblərinin Ubadə bin Samit radiyallahu anhudan rivayet ettiği hadiste Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki: "Men ta'arra fil leyl فقال لا إله إلا الله وحده لا شريك له له الملك وله الحمد وهو على كل شيء قدير الحمد لله وسبحان الله ولا إله إلا الله والله أكبر ولا حول ولا قوة إلا بالله ثم قال اللهم اغفر لي أو دعا استجيب له وإن تودع وصلى قبلت صلاته." Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, kim gecə yatağından qalxarsa və deyərsə La ilahe illallah vahdahu la şərikə ləh ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir elhamdülillah və subhanallah və la ilahe illallah vallahu ekber və la havlə və la quvvətə illə billah. Bu zikirləri ardarda bu şəkildə deyər. Sümme qal və sonra deyər Allahümme gfirli, Allahım məni bağışla. Əv da'a istucibə ləhu. Bundan sonra nə dua edərsə duası istədiyi şey müstəcəb olar, yəni qəbul olunar. Fə in təvəddəə və sallə qubilət salatuhu. Və bundan sonra əgər qalxıb dəstəmaz alıb 2 rükət namaz qılarsa, qıldığı namaz ondan qəbul edilər. Bu Allah Resulü Aleyhisselatü Vesselam'ın vədidir. Allah Azze ve Celle buyurur ki وَمَا يَنْتِقُ عَنِ الْهَوَا اِنْ هُوَ اِلَّا وَحْيٌ يُوهَا. Onun danıştığı havadan değildir. Bu yalnız ona vəhy edilen bir vəhidir. Bu Allah Resulü'nün Aleyhisselatü Vesselam'ın vədidir. Möhtəşəm bir vədidir. Allah Resulü Aleyhisselatü Vesselam hədisdə buyurur ki mən tə'arra minəl-leyl. Tə'arra insanın gecə yuxudan oyanmasıdır. Bu iki cür olur. İnsan özü istəmədən, qeyri-ixtiyarı da yatağından oyanıb qalxa bilər və yaxud da səbəbli şəkildə. Misal üçün, kiməsə deyərsə ki, məni yuxudan oyat ki, yəni gecə namazına qalxmaq kimi. Hər ikisi bu hədisin içərisinə daxildir və yuxudan oyandıqdan sonra bu zikirləri ardarda deyər. La ilahe illallah vahdahu la şərikə ləh ləhul mulk və ləhul hamd və huvə alə kulli şeyin qadir. Və sonra deyər elhamdülillah. Bundan sonra Allah Azze ve Celle'ni təsbih edər. Deyər və subhanallah. Və sonra deyər və la ilahe illallah. Vallahu ekber və la havlə və la quvvətə illə billah. Və güc və qüvvət yalnız Allaha məxsusdur. Sümmə qalə Allahümme gfirli. Və bundan sonra Allaha dua edərək deyər ki, Allahım məni bağışla. Və yaxud da dua edər, mütləq duası qəbul olunar. Günah edən müsəlman, rızq axtaran, elm axtaran, sıxıntısının getməsini istəyən hər bir kəs hədisə əməl etsin. Allah Azze ve Celle öz Resulünün dili ilə vəd edir ki, bu zikir etdikdən sonra insan əgər bağışlanmağını istəyərsə Allah onu bağışlayar. Nəysə bir şey dua edib Allahdan istəyərsə Allah mütləq o şeyi həmən kəsə verər. Və bunun ardınca qalxıb dəstəmaz alıb 2 rükət namaz qılarsa bu qəbul edilən, məqbul namazlardan olar. Hafiz İbn Həcər rahimehullah Sahih Buxarinin şərhində bu hədis barəsində buyurur ki: "La yenbəği li muslimin balagahu hazal hadis an yatrukahu liyuallimahu ahlahu və ya'mal bihi." Deyir ki, heç bir müsəlmana yaraşmaz ki, bu hədis əgər onun özünə çatdısa, bu hədis əgər bir müsəlmana çatdısa, bunu əhlinə öyrətmədən və bununla əməl etmədən bu hədisi tərk etsin. Vallahu alem. Subhanakallahumma bihamdik. Eşhedü en la ilahe illa ente. Estağfiruka ve etubu ileyk.